Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Elə ki, müəllim uşağa deyər, Bismillahirrahmanirrahim de və uşaq bunu təkrar edərsə, Allah Taala uşağın ata-anasını və müəllimi cəhənnəm odundan amanda saxlayar. Məcməul Bəyan, cild 1, səhifə 50. Bəli, bugün yenə sizlərlə görüşə gəldik. Gəldik ki, yeni mövzuları müzakirə edək. Mövzumuzu müzakirə etmək üçün ilahiyyatçı, yazar, ailə danışmanı olan Pərvin Nəsirsoyu dəvət etmişik. Xoş gördük Pərvin xanım. Çox sağ olun Vüsalə xanım, mən də sizi xoş gördüm. Çox şadam bir daha bu verilişdə iştirak etməyimə görə. Təşəkkür edirik. Pərvin xanım, ümumiyyətlə sizinlə bu studiyanı paylaşma bir adıma başqa zövq verir. İllər öncə biz sizinlə oturmuşduq, yerlərimiz fərqli yerlərdə idi. Amma bugün sizindən gözəl bir məsləhətlər və gözəl bir nöqtələrə toxunuşları istəyirik ki, alaq. Mövzumuz uşaqlarda din duyğusunun formalaşmasıdır. Ümumiyyətlə, bu haqda nə deyə bilərsiniz? Uşaqlarda din duyğusunu necə formalaşdıra bilərik? Buyurun, sizə eşidirik. Yaxşı sualdır Vüsalə xanım. Mən bir həm psixoloq olaraq, həm bir ilahiyyatçı olaraq bunun bir ortaq yönünü açmağa, izah etməyə çalışacağım ki, uşaqlarda din duyğusunu həm psixoloji olaraq, həm evdə dini tərbiyə olaraq necə vermək daha düzgün olar. İlk növbədə deyərdim ki, evdə daha çox Allahdan danışılsın, Allah zikr olunsun, Allah göstərilsin ki, həyatımızda Allah var. Valideynlər bunu öz həyatları ilə, öz yaşantıları ilə, öz dilləri ilə bunu göstərsinlər. Praktik olaraq necə deyə bilərik? Tez-tez Allahı xatırladan kəlmələr demək. Məsələn, Allah kərimdir, şükür, ilahi şükür. Məsələn, yeməkdən sonra şükür etmək, öyrətmək və s. başqa. Allah bərəkət versin deyə bilərik. Allah bizə bərəkət qatdı. Tez-tez də Allahı xatırladan, əlhəmdülillah, subhanallah bu kəlmələr tez-tez işlədilsə, uşağın beyninə, şuuraltısına artıq Allah kəlməsi, Allahın varlığı hopmuş olacaq. Və daha sonra nə etmək? Uşağa özün dediyim kimi nümunə olmalısan. Mən özüm Allahı nə qədər yaşadıram öz dünyamda, öz evimdə, öz ailəmdə, mən o qədərini tələb eləyərəm uşaqdan, eləyə bilərəm. Yəni, mən etmədiyim bir şeyi, əməl etmədiyim bir şeyi uşaqdan tələb eləyə bilmərəm. Ona görə də biz uşağı tərbiyə etməzdən qabaq birinci özümüzü tərbiyə etməyə daha çox önəm verməliyik. Mən özümü, biz necə, mən tək olaraq ibadətimdə, Allahla münasibətimdə, davranışımda, yoldaşımla davranışımda insan düşünə bilər ki, nələrsə səhv eləyə bilərəm. Amma artıq uşaq olanda elə bil kimsə səni daima yamsılayır, götürür, səni kopyalayır, sənin gələcəkdə bir kopyan elə bil yetişir evdə. Və o daima sənin hər hərəkət və hər mimikava, hər sözü və fikir verir və ona görə də artıq başqa bir məsuliyyət gəlir və valideyn üzərinə ki, və əvvəl bəlkə səhlənkar yanaşdığın məsələlərə artıq övlad olarkən daha ciddi yanaşmağa başlayırsan ki, çünki bir nümunə qoyursan onun üçün. Buna görə də ilk növbədə dediyim kimi nümunə olaraq bu məsələyə diqqət yetirmək lazımdır. Daha sonra uşaqları məclislərə, Allahı xatırladan məclislərə aparmaq. Bunların içində biz ehsanlar deyə bilərik, xüsusən Məhərrəmdə, Məhərrəm ayında əvvəllər daha çox belə şeylər olardı, ehsanlar olardı, məclislər olardı ki, uşaqlar da ora gedərdi və deyilə bilər ki, uşaqlar oradan nə götürəcək? İnanın ki, uşağın yaddaşına çox şey hopur və o öz götürəcəyini götürür, özü üçün orada oynasa da, konfet yesə də, amma o məclisdə ona lazım olan o mənəvi auranı oradan götürür. Və yaxud da Quran oxumaq, evdə Quran oxumaq və ya Quran səsləndirmək, bu da uşağın yaddaşına gözəl şəkildə Quranı sevməsi üçün gələcəkdə Quranla bir bağının yaranmasına böyük bir vasitə olar. Xütbələr,
düzdür, indi böyük xütbələri başa düşməsə də, uşağın müəyyən yaş dövründən sonra kiçik-kiçik xütbələr, uzun və yorucu yox, 5 dəqiqə, 10 dəqiqə get-gedə artıra-artıra xütbələr dinləndirmək, evdə dinləmək ki, o da uşaq da ona maraqla qulaq assın. Bəlkə sənin üçün təkrar mövzu ola bilər, bəlkə sənin üçün bildiyi mövzu ola bilər, amma uşağa xatir evdə onu dinlə ki, o da eşitsin. Çünki ona qoysan ki, sən qulaq as, mən gedim işimi görüm, bu alınmır. Gərək sən də bununla birlikdə eləyəsən. Dediyim kimi, birlikdə ibadət etmək, namazları evdə birlikdə qılsaz, daha uşağın yaddaşına hopur, namaza daha səriştəli olacaq yaşı gəldikdə və daha ürəklə yanaşacaq. Məscidlərə getmək, xüsusən bayram günlərində məscidlərə aparmaq, bayramlaşmaq, bu kimi şeylər uşağın yaddaşına dini praktik olaraq hopduracaq. Yəni din onun üçün sadəcə bir moizə kimi, sadəcə bir söz olaraq qalmayacaq. Praktik həyatında hiss eləyəcək. Məsələ orada odur ki, hiss eləsin ki, mən hansı dindəyəm, İslamdayam, İslamın şərtləri nədir, İslamın yaşantısı nədir, bunu öz həyatında hiss eləsin ki, bu biraz valideyn üzərinə böyük bir məsuliyyət gətirir. Əksər valideynlər buna vaxt eləyə bilmirlər, iş, güc, sosial qayğılar, nə bilim, bir çox məsələlər onların həyatlarını o qədər qaça-qaça salıb ki, belə şeylərə vaxt eləyə bilmirlər. Amma maksimum şəkildə əllərindən gəldikləri qədər, heç olmasa bir bazar günlərində, altı bazar, şənbə bazar günlərində bu şeylərə önəm yetirsinlər. Və ya gün ərzində uşaqla biz saatlarla müzakirə eləmək, saatlarla oyun oynamaq da mümkün deyil. Ən azından 5 dəqiqə, 10 dəqiqə keyfiyyətli vaxt keçirərək ona keyfiyyətli şəkildə Quranı öyrətmək, Quranı anlatmaq, Allah haqqında danışmaq ki, bunlar haqqında indi söhbətimizin davamında danışacağam ki, Allah haqqında necə danışmaq, nələri danışmaq. Bunun üçün də ilk növbədə Vüsalə xanım, uşağın yaş dövrünə önəm verməliyik. Yəni yaş dövrünə uyğun davranmalıyıq. Bunun üçün mən yaş dövrlərini sizin üçün təsnifləndirsəm, məsələn 0-2 yaş dövründə uşağa heç nə danışmaq lazım deyil. Onsuz başa düşmür 0-2 yaşında. Ancaq göstərirsən əməlinlə, hərəkətinlə, o səni bir süngər kimi hər şeyi özündən çəkir. Sənin etdiyin bütün davranışları özünə çəkir. Ona görə də sən ona maksimum nə qədər göstərə bilərsən sevgini, qayğını, dinini, özünü, mənəviyyatını nə qədər göstərə bilərsən ona baxır. Ona görə də 0-2 yaş dönəmində biz deyirik ki, sadəcə özünə bax ki, nə edirsən valideyn olaraq. Özünü bil ki, səni daima 24 saat səni müşahidə edən 2 göz var. Və bu 2 göz onun müşahidələri, onun gördükləri ömürlük onun gözündən, beyninə həkk olunur. Daha sonra 2 yaş dönəmindən desək, 2 yaş dönəmi mən mərkəzli olan dönəmidir. Uşağın egosunun yüksək olduğu, hər şey mənim üçün, hər şey mənimdir. Yəqin ki, fikir verərsiniz, uşağa demək olmur ki, bu oyuncaq sənin deyil, qonşunundur, yox mənimdir. Hər şey mənimdir deyir düşüncəsindədir və bu dönəmdə uşağa Allahı necə xatırlatmaq olar, necə izah etmək olar? Məsələn, bu oyuncağı Allah sənin üçün yaradıb. Bu alma ağacını məsələn göstərirsən, deyirsən, bu alma ağacını Allah sənin üçün yaradıb. Bu almaları sənin üçün yaradıb ki, yeyəsən, vitamin olsun, nə bilim, böyüyəsən. Belə, yəni Allahla onun arasındakı bir bağı yaratmağa çalışmaq ki, onun həm məni tətmin olsun, həm də onun mənini tətmin edən bir qüvvənin varlığından xəbərdar olsun. Daha sonra 3 yaş dönəminə gəlsək, 3 yaş dönəmində uşağın inadlaşma dönəmidir. Hər şeylə inad eləyir, dediyinin hər şeyinin əksinə getməyə çalışır. Bu dövrdə çalışmaq lazımdır ki, uşaqla çox da üstünə getməyəsən, inadlaşmayasan. Bəzən valideyn deyir ki, uşağım çox inadkardır. Amma baxırsan, söhbət əsnasında başa düşürsən ki, uşaq deyil, valideyn inadlaşır. Yəni, uşaqla uşaq kimi inadlaşmaq düz deyil.
Ona görə də bəzi yerlərdə valideyn əslində geri çəkilsə, uşağın inadı da çəkiləcək geriyə. Bu məsələlərdə Allah mövzusunda da əgər nə isə inad elirsə, istəmirsə, dinləmək istəmir, etmək istəmirsə, onun üzərinə getməmək daha yaxşıdır. Onu biraz bu yaş dövründə sakit buraxmaq yaxşıdır. Pərvin xanım, ümumiyyətlə uşaqları bəzən o kiçik yaş dövründə, deyərdik ki, 5 yaşa qədər olan dövründə valideynlər uşaqlara deyirlər ki, məsələn, görsən Allah baba nə yetirdi və yaxud da üzr istəyirəm bu kəlməmə görə də, yəni Allahı bir surətə, bir formaya, bir şəxsiyyət kimi göstərirlər uşaqlara. Bu da həmin o pis təsirləri uşağa bağışlayırmı sonradan? Yaxşı sualdır Vüsalə xanım. Biz elə böyümüşük. Bizim dövrdə də həmişə valideynlərimiz bizə sanki bilirsiniz onun qaynağına ensək, valideynlərimiz elə düşünürdü ki, biz Allah desək Allah'a hörmətsizlik eləyərik. Allahın bir Allah baba deyib bir böyükdək də onu uşağın gözündə. Halbuki bunun fəsadları ola bilər ki, Allah haşa cinsi yoxdur, o kişi deyil, qadın deyil. Bunu onun izah etmək üçün heç əvvəldən ümumiyyətlə ona bir surət verməmək, ona bir cins verməmək, Allah Teala və ya Allah Sübhanallah deyə bilərsən. Nəsə bir əgər hörmət və izzət gətirmək istəsənsə, Allahın xüsusi adlarından istifadə edərək uşağa onu xatırlada, zikr eləyə, danışa bilərsən. Amma uşağa mən də tərəfdarı deyiləm. Ətrafımda da elə bir şey eşidəndə dərhal düzəliş etməyə çalışıram ki, Allah baba deyil, Allah Teala deyək. Allah nə qadındır, nə kişidir. Bu da indi uşağın yaş dövrünə görə daha ətraflı izah da oluna bilər və ya elə mövzunu əvvəlcədən, məsələn, elə uşaq var ki, yaş dövrünə görə daha çox sual verməyə başlayır. Necə, yəni kişi deyil, qadın deyil, onun dərrakəsinə çatmır. Ona görə əvvəldən əslində bu xatırlanmasa, sonradan bunu izah etməyə də ehtiyac olmayacaq. Artıq uşaq onu Allah biləcək. Amma əvvəldən ki, yanlış getdi, artıq biraz yaş dövrünü gözləmək lazımdır ki, onun başa düşəcəyi tərzdə onu başa salamaq olsun. 4 yaş dövrünü götürsək, Vüsalə xanım, 4 yaş dövrü sual dövrüdür. Dediyiniz elə məsələ qaydırıq ki, uşağın daha çox sual vermə dövrüdür. Bunu kim yaradıb? Mən öz oğlum 4 yaşındadır, görürəm. Məsələn, yeri deyir, kim düzəldib, kim yaradıb, bu ağacı kim yaradıb, onun artıq sualları meydana çıxır. Öləndə necə oluruq, ölürük, sonra nə olur? Bu kimi suallara uşağın başa düşəcəyi tərzdə, çox da dərinə getmədən, çox primitiv şəkildə izah etmək daha yaxşıdır ki, çünki o ölümün tamamilə dərk eləyə bilməzək. Heç böyüklərdə ölümü tam dərk eləmək qeyri-mümkündür bəzən. Yəni uşağın bu yaş dövrü suallarına çalışmaq lazımdır ki, dolğun, ətraflı onun başa düşəcəyi dildə izah eləyəsən, necə deyim, yola verməyəsən uşağa. Bir sual verir, onun üçün böyük bir qlobal bir məsələdir bu sual. Sən onu yola verib keçəndə onun beynində o sual daima qalır və o sualı cavablandırmaq üçün başqa vasitələrə əl atar. Çalışmaq lazımdır ki, o boşluğu sən tam doldurasan. Əgər doldura bilmirsənsə, o barədə məlumatın yoxdur, məsələn, tam izah eləyə bilmirsən ona necə deyəsən, ki, tam pedaqoji qaydalara da riayət eləyəsən. Bunun üçün bir dəstək almaq olar, bir psixoloqdan, pedaqoqdan, ilahiyyatçıdan bir dəstək almaq, məsləhət almaq ki, mən necə bu suallara cavab verim. Bu yaş dövrünü də keçdikdən sonra 5 yaşını deyək, 5 yaşında uşağın qızıl dövrüdür. Uşaq artıq uyumlu bir hala gəlir və sənin hər dediyini artıq qəbul etmə dövrünə gəlir. Bu dövrdə uşağa daha çox qıssələr danışmaq məsləhət görülür ki, Qurandan kiçik-kiçik qıssələr danışmaq. Çünki uşaqların belə nağıl, hekayə, tipli şeylərə marağı daha çox olur. Ona görə uşağa daha maraqlı hissələr, qıssələri danışmaq olar. Burada da qıssələri seçərkən də diqqətli olmaq lazımdır. Məsələn, İsmail Peyğəmbərin qurban kəsilmə qıssəsini danışmaq olmaz. Orada uşaqda artıq vahimə və qorxu yarana bilər ki, necə ata oğlunu qurban kəsir.
Bunun üçün də dediyim kimi qıssələr seçərkən də uşağın yaş dövrünü nəzərə almaq, ona daha müsbət şeylər aşılaya biləcək qıssələri danışmaq daha uyğundur. 6 yaş dövrü nə gəlsə, 6 yaş dövrü məktəb dövrüdür artıq, məktəbə gedən dövrüdür və bu dövrdə əslində uşaq üçün biraz daha yüklənmiş və gününün çoxunun dolu olduğu gündür ki, yorğun olur, ona artıq çox da yükləmək olmur. Bu dövrdə uşaqlara oyun əsnasında nələrsə, yarışlar təşkil etmək, oyunlar təşkil etmək və bu oyunlar əsnasında nələrisə müsabiqə kimi eləmək, nəyisə öyrətməyə çalışmaq. Məsələn, hansısa bir dini suallar, Quranda neçə surə var, sonuncu peyğəmbər kimdir, mələklər kimdir, ən məşhur mələklər desək, vəhiy mələyi kimdir, belə sadə sualları bir neçə uşaqla məsələn təşkil eləyib müsabiqə halına gətirmək və qalibə gözəl hədiyyələr vermək, qalib olmayanları da xüsusi şəkildə, yəni həvəsləndirmək, bu kimi məsələlər onların dini duyğusunun möhkəmlənməsinə səbəb ola bilər. Başqa bir məsələyə gəlsək, bu dövrdə həm də uşağın yığma, pulla olan pulu anlama dövrüdür həm də. Pulla olan münasibətinin başlanğıcı. Artıq əslində indiki uşaqlar 4-5 yaşında artıq pula başa düşürlər. Və bu dövrdə biz onlara pulu ən gözəl şəkildə necə savab halına gətirə bilərik? Sədəqə vermə ənənəsini öyrədə bilərik ki, sədəqə və ya sən evdə özün sədəqə çıxardarkən uşağa vermək ki, sən bunu məsələn yaşlı qocaya ver, şikəstə ver, əlilə ver, verərkən uşağın vasitəsilə vermək. Bu da uşağın yaddaşında gözəl nümunə olur və o da gələcəkdə sədəqə verməyə meyilli olur. 7-10 yaş dönəmində də uşağın artıq təmyiz dövrü gəlir. Yəni artıq müməyyizdir, yaxşı ilə pisi ayırd etmə dönəmidir. Və bu dövrdə artıq onu namaza başlatmaq, yarım günlük oruclar tutturmaq olar ki, artıq onun həddi buluq yaşına çatanda bu əməllər onun üçün çətin olmasın. Bu yaş dövründə artıq ona dediyim kimi ibadətlərin qısa-qısa şəklində bir demo versiyasını yaşatmaq lazımdır ki, artıq bir öyrənsin. Və hicaba keçən dövrü, məsələn, qız uşaqların 9 yaşda hicaba keçən dövrünü bunu gözəl bir parti şəklində etmək, hicab partisi, dostlarını dəvət etmək və bunu gözəl şəkildə bunun bir böyük bir şey kimi təqdim etmək bayram ətrafına, kimi, bayram olaraq təqdim etmək uşağın da öz yaddaşında artıq bu gün bu hicaba keçmək böyük gözəl bir şeylə yadda qalsın. Və ya bu dövrdə həm də nə etmək olar uşağı sevdirmək üçün? Evdə balaca maketlər düzəltmək olar, məscid maketləri, məsələn, ibadətxana kimi onun daha belə şövqlə namazına gəlməsi üçün. Evi maksimum ailəni ibadət ortamına uyğunlaşdırmaq, sevdirmək. Biz həmişə deyirik, ümumiyyətlə bütün tərbiyələrdə, təlimlərdə sevgi daha önəmlidir. Yəni uşağı sevdirmək daha mühümdür. Daha sonra artıq onun buluq yaşına çatanda bəli, artıq ondan tələb etmək namazı, orucu tutmasını, artıq fərzliyini ona izah etmək bu başqa. Amma o yaş dövrünə qədər ona maksimum baza atılmalıdır ki, təməllər qoyulmalıdır ki, o dövrdə ona çətin olmasın. Artıq 12 yaşında, 15 yaşında ona bir dəfəlik gəlsən, namazı qıl, oruc tut. Bu onun üçün dəhşətli bir şey kimi gəlməsin. Axı çünki əvvəldən bunu yarı-yarı edib və bunun ruhuna, mənəviyyatına hopub və evdə də görüb, daima bunu görüb. Bu dövrdə həm də uşağın nə ilə deyərdim ki, etdiklərinə fokuslanmaq, həm də bəzən valideynlər etmədiklərini daha çox vurğulayırlar. Uşaq məsələn bir yaxşı işlərdən birini görüb, məsələn ona tapşırdığımız 5 işdən birini görüb, ikisini görüb, üçünü görməyib. Valideynlər adətən o üçünə fokuslanır ki, nəyi eləməyib, onu deyir, elədiklərini görmür, mükafatlandırmır. Ona görə də uşağın eləmədiklərinə yox, bacara bilmədiklərinə və ya
səhlənkarlıq etdiyinə yox, həvəslə etdiyi və bacara bildiyi şeylərə fokuslanıb onu daha da mükafatlandırmaq ki, artıq bunlar onda möhkəmləndikcə edə bilmədiklərini də yavaş-yavaş edə biləcək. Yəni uşağın yaxşı işlərini, təşəbbüsünü görmək və dəyərləndirmək bu çox önəmlidir. Daha sonra 10-12 yaş dövrünü götürsək Vüsalə xanım, yeniyetməlik dövründə artıq yeniyetməlik dövrünə qədəm qoyur. Bu yaş dövrü əslində çox çətindir, həm də uşaq nə uşaq olaraq uşaqdır, nə böyük olaraq böyükdür. Böyük olaraq öz qərarlarını verə bilmir, öz həyatı üzərində bir hökm sahibi deyil. Uşaq olaraq da tam belə itaətdə deyil, hər bir əmri və komandanı qeydsiz şərtsiz icra etmək mövqeyində deyil. Artıq bu dövrdə onunla məşvərət halına keçmək daha yaxşıdır. Onunla məsləhətləşmək, ona bir şəxsiyyət olduğunu xatırlatmaq, şəxsiyyət vermək bir sözlə. Bunun üçün nə etmək olar? Onunla dediyim kimi bir çox məsələləri müzakirə etmək, məsələn bir elə Allah barədə bir mövzu qoyub onunla onun suallarını cavab vermək və ya sən ona sual verəsən ki, yəni sənin fikrin də mənim üçün maraqlıdır, sən bu barədə nə düşünürsən? Dualarda məsələn ümumi namaz qılınır, namazdan sonra duaları ona vermək ki, duanı sən oxu, bu şeyi sən qabağa keç. Yəni özünü artıq bir fərd olaraq, bir şəxsiyyət olaraq hiss etdirmək üçün bu duyğusunu önə çıxartmaq və buradan yanaşmaq, din duyğusunu möhkəmlətmək üçün buradan yanaşılsa daha da gözəl, effektiv nəticələr vermək olar. Fərman xanım, elə olduğu təqdirdə elə demək olar ki, eyni zamanda da valideynlə övladın rabitəsi möhkəmlənir. Valideyn ona bir çox sunumları təklif edən ki, bu işləri sən gör. Sanki rabitə möhkəmlənirmi onda? Yoxsa bəzi özümüz də fikirləşirik ki, biz elə hiss edirik ki, sanki onların üzərinə daha ağır məsuliyyət qoyuruq. Bu bundan irəli gəlir, yoxsa özlərinin daha rahat hiss etməyə və yaxud da rabitənin daha güclənməsinə səbəb olur? Əgər Vüsalə xanım bayaq dediyim kimi mən etmədiyim şeyi ona deyirəmsə, onun üçün ağır bir yük qoyuram. Onun üçün bir yük olacaq. Amma mən edirəm və onu sevərək təqdim eləyirəm ona və ondan da dediyim kimi hələ biz onun müəyyən bir buluq həddinə çatmamış, mən ondan tələb etmirəm. Və uşağı yormamaq, bezdirməmək də önəmlidir ki, sabahsı gün bu onun üçün necə deyim sizə, valideyn olmayanda eləməyim, valideyn məni sıxırdı deyə, valideyn məndən tələb eləyir deyə eləyim. Sonra valideynim yoxdur, namazı qılmayım, valideynim mənə görmür ki, tələb eləmir ki. Yəni bu məsələlər əslində o qədər incə məsələlərdir ki, ona izah etmək, onu dərk etdirmək lazımdır ki, mən deyil də məsələ, mənə görə eləmirsən, məsələ Allahdır və Allahla sənin rabitəndir. Və biz çalışmalıyıq ki, ortada vasitə olaq, biz ortada uşağın mənim gözümə girmək üçün nəsə etməyi önəmli deyil də. Uşağın anlatmalıyıq ki, mən sadəcə bir körpüyəm səndən Allah arasında və bir müddət sonra bu körpü qırılacaq, siz ikiniz qalacaqsınız. Və sən özün onunla nə qədər ünsiyyət qura bilər, rabitə qura bilirsən, bu çox önəmlidir. Və burada valideynlərin diqqət etməli məsələlər çox mühümdür ki, yəni dediyim kimi bəzən bir atalar sözü var, qaş düzəldən yerdə göz də çıxardar. Yəni bəzən biz istəyərik uşaq dindar olsun, dinə meyilli olsun, dini duyğusu möhkəm olsun. O qədər çox üstünə gedərik və uşaqda artıq necə deyim, ikrah hissi yarana bilər dinə qarşı. Ona görə bu məsələlərdə nə çox azad burax, boş buraxma, nə də çox sıxmaq. Burada orta bir mövqeyi tutmaq, elastik davranmaq mühümdür. Ona görə də dediyim kimi, əgər bunu bacarmırlarsa, bəzən nədəsə artıq şübhə görürlərsə, öz etdiklərində bir sual yaranırsa, mütləq məsləhət alsınlar. Hər bir valideyn bu necə deyim, bu maariflənmə şeyinə sahib deyil və özünü də qınamasın bunun üçün. Və bunun üçün məsləhətən bilmədiyini öyrənmək ən təbii şeydir. Bunun üçün mütəxəssislərdən müraciət eləsin, məsləhət alsın ki, mən bu yaş dövründə necə edim? Xüsusən yeniyetməlik dövründə çox çətinliklər çəkir valideynlər.
yeniyetməli dövr, məsələn 9 yaşında hicaba girib yeniyetməli dövrdə hicabını açan uşaqlar və ya namazı tərk edən müxtəlif uşaqlar rastlaşırıq. Yəqin ki, siz də rastlaşmısınız. Xüsusən də radikal ailələrdə, yəni dinin təbliğini xüsusi belə israrla və inadla çalışan ailələrdə bu hallara yanaşırıq və ya rastlaşırıq və ya bilirsiniz nə hallarda olur? Həyatı yalnız dini çərçivədə uşağa təqdim eləyirlər. Uşağın əyləncə, uşağın dostları ilə oynama vaxtından çalır, gəl ondansa məsələn birlikdə Quran oxuyaq, axı onun indi oynamaq da istəyi var. Artıq sən belə etdikcə dinə maraq yox, dinə ikrah yarada bilərsən. Bu məsələlərə orta mövqeyi tutmaq, İslamın gözəl qızıl orta təqdim etdiyi həmişə metod var ki, orta mövqeyi tutmaq. Həm o yana onun yaşıdları ilə əylənmə, oynama vaxtını da tənzimlə, eyni zamanda səninlə, ailənlə kalitəli, keyfiyyətli vaxt keçirməsinə də özən göstər. Eyni zamanda Allahla olan ünsiyyətini, rabitəsini möhkəmlətməyə. Bunun üçün dediyim kimi valideynlərin biraz daha maariflənməyə ehtiyacı var. Yaxşı olardı ki, bu barədə valideynlərlə bağlı məsələn psixoloqlar, ilahiyyatçılar xüsusi bir seminarlar təşkil eləsinlər. Əslində var, amma mənə gəlir biraz azdır. Xüsusilə də din duyğusunun möhkəmlənməsi baxımından, uşaqlarla necə davranmaq baxımından valideynlərin xüsusi maariflənməyə ehtiyacı var. Bu mövzuda özlərini inkişaf elətdirsinlər. Mütləq. Valideynlər yəni özlərini inkişaf elətdirsələr, uşaqlar da həqiqi, nurani, onları sıxmadan, onları boğulmadan dini, mənəvi aurada böyüyərlər və onlar artıq özləri dinə, Allaha, namaza, oruca özləri sevgi ilə, öz təşəbbüsləri ilə yanaşarlar. Bu hal üçün ona görə maksimum valideynlər ehtiyatlı davranmalıdır. Çünki bu həqiqətən də çox vacib və incə nüanslar var ki, burada biraz daha çox sərt yanaşarsan, daha pis reaksiyalar gələr və ya çox rahat buraxarsan, daha başqa reaksiyalar gələ bilər. Bəli, təşəkkür edirik Pərvin xanım. Həqiqətən də bu mövzuya sizinlə birlikdə toxunmaq bizə çox xoş oldu. Amma sizdən bir ricamız da var ki, inşallah verilişlərin birində məxsusən də ki, siz bir qədər öncə körpə balalarımızın ki, o yaş həddinə gələndə, 9 yaşda hicaba keçməklərinə gələndə bunları dediniz ki, bir özənlik göstərmək lazımdır. Bu özənlik göstərdikdən sonraki etaplar olur. Vurguladığınız kimi bəzən onlar cəmiyyətdən kənarlaşırlar, sanki özlərini kənar istəyirlər. Çox xahiş edir ki, bir dəfə də bu mövzuya toxunaq ki, bizi izləyən valideynlər də var ki, övladları hicabdır. Onların da hansı problemlərlə yaşayırlarsa, sizlərin vasitəsilə kömək olarsınız inşallah. İnşallah, məmnuniyyətlə gələrəm. İnşallah. Bəli, əziz izləyicilər, bugün mövzumuz uşaqlarda din duyğusunun formalaşması idi. Qonağımız o qədər gözəl və diqqət cəlb edən hissələrə toxundu ki, həqiqətən də əminəm ki, valideynlər o hissələrə özənlik göstərəcəklər və diqqət yetirəcəklər. Və ən əsası uşaqlarda dini duyğuların möhkəmlənməsini sanki belə deyək də ardıcıllığını bizim üçün saydılar. İnşallah ki, dinimizin yolunda, inkişafında, təbliğatında ən gözəli ilə, sevgi ilə övladlarımızı dini təlimləri, dini göstərişləri yerinə yetirməyə bizlər müvəffəq olaq. Sağ olun, salamat qalın. Allah amanında.